Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı trapez məsələsi var idi və bu sualın izahını verməyə çalışacağam. Bizə verilib ki, trapezin AB tərəfi 13-dür, CD tərəfi 5 von olaraq 2 hissəyə bölünüb, AD tərəfi 18-dir. Həmçinin buradan A, taş kimi olsun K. Burada bu bucaqlar bərabərdir. Bu iki bucaq tam bucaq yarıya bölünüb, bir-birinə bərabərdir və bizə nə istəyir? S, trapeziyanın sahəsini istəyir. Baxın müəllimlər, biz burada hissəsini həll etməyə çalışacağıq. Çünki bərabərli trapezdir, qarışıq bir məsələdir. Müəllimlər, nə edə bilərik ki, biz bu BS-ni biraz uzatacaq. Sonra isə bunu birləşdirsək buradan. Müəllimlər, bilirik ki, burada tutaq ki, alfa-dırsa, burada alfa. Düzdür, paralelliyə görə, Z qaydasına görə. Bura alfa-dırsa, burada olacaq, nə olacaq? Burada olacaq alfa. İlk öncə buna başlayaq. Bura alfa oldu. Baxın müəllimlər, burada AK D3 bucağı ilə C, T, K3 bucağı oxşardır. Niyə? Baxın, bu bucaqlar qarşılıqlı bucaqlardır. Düzdür? Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Həmçinin digər tərəfdən bir bucaq burada bərabər oldu. İkinci tərəfdən bura alfadır, burada alfadır. Deməli, üçüncü bucağı var. Bu bucaqla bu bucaq bir-birinə bərabər olmalıdır. Məcbur bir-birinə bərabər olmalıdır. Deməli, bunlar oxşar üç bucaqlardır. Baxın mənlər. Burada alfanın qarşısında durub 5. 5'in. Digər tərəfdə alfanın qarşısında durub 10. 5'in 10'a nisbəti bərabərdir. Sonra bizim başqa nəyimiz var burada? 5'in 10'a nisbəti. Sonra əlimizdə başqa iki xəttin qarşısına baxa bilərik. Hə, baxın. Bu bucaqların qarşısına baxa bilərik. Bu bucağın qarşısında durub, ta ki x durub da. Buradan x'in bu bucağın qarşısında 18'ə nisbəti. X'in 18'ə nisbəti. Baxın müəllimlər. 10'u x'ə vursa, 5'i 18'ə vursa eyni cavab alacaq. Çarpaz transfer həlləsi. Demək x bərabər 9 alarıq. X bərabər 9 müəllimlər. Baxın, buradan 9 biz almış olduq. Və burada da bir dənə incəlik var. Baxın müəllimlər. ABD üçbucağı bərabərli üçbucağı niyə? Bir bucağı burada alfadır, digər bucağı digər tərəfdə alfadır. Deməli, bu alfanın qarşısına durub 13 durubsa, həmçinin bu alfanın qarşısında 13 durmalıdır. Burada 9 varsa bura çatmır, burada 4 çatmır. Deməli, üst tutacağımızın 4 olduğunu tapdıq biz. Yəni, bu sualı əsasında deyim ki, bu hissə daha yoxdur. Bizə lazım deyil. Məsələni həll etmək üçün qurmuşuq. Deməli, bu hissəyə də artıq bizə lazım deyil. Yuxarısı oturacaq 4'dür, aşağı oturacaq 18'dir. Sol 13, sağda 5 var olaraq 2 hissəyə bölünür. Yəni, sağda 15'dir. Yəni, baxın, biz burada nə edə bilərik? Burada nə hündürlük tapa bilir, nə bir şey. Biz burada məsəl üçün, baxın, burada AB paralel bir C-dən tutaq ki, xət çəkə bilərik. Parça çəkək, AB paralel olsun. Olsun, tutaq ki, M olsun. Yuxarı 4-sə aşağı 4'dür. Bu 18 yaxı. Demək, bura nə düşdü? Bura düşdü 14. Baxın, mənlər. Həmçinin bura paralel olduğu paralelogramın qarşı tərəfləri bərabərdir. Bura 13-sə, demək, bu da oldu 13. Elə bilin ki, bir tərəfi 13, digər tərəfi 15 və 14 olan 3 bucaq var. Bunun sahəsini necə tapa bilərik biz? Heron düsturuna görə. Heron düsturu nəyə bərabərdir? Kök altı P vurulsun P çıx A, vurulsun P çıx B, vurulsun P çıxılsın C. Və burada diqqətlə baxmaq lazımdır ki, P yarım perimetrdir. 13, 10, 13, 15, 14. Bunlar toplamda 42, yarısı olur 21. Deməli, sahəmiz nəyə bərabərdir? Kök altı 21 vurulsun. 21 çıx 13, yəni 8, vurulsun. 21 çıxılsın 15, yəni 6, vurulsun 21 çıx 14, yəni 7-yə. Müəllimlər, demək, buradan bunu sadələşdirir nə olacaq? 84 alarıq. Sahəmiz 84 oldu müəllimlər. Sahəmiz 84, yaxşı. Bu üçbucağın sahəsi, daha doğrusu bu üçbucağın sahəsi 84'dür. Üçbucağın sahəsini başqa hesab olaraq biz hündürlük çəksək, trapeziyanın hündürlüyü həm də üçbucağın hündürlüyü olacaq. Hündürlüyü buradan çəksək biz, üçbucağın sahəsi hündürlükdən asılı olaraq necə yazarıq biz? 2'də 1 AH düsturu var. A burada 14'dür. H'daki həm də trapeziyanın hündürlüyüdür. Demək, buradan alır 2'də 1 vurulsun. 14 vurulsun H bərabərdir 84. H bərabər 12 alarıq. Trapeziyanın hündürlüyü 12 oldu. Sahə necə olar? Yuxarı otacaq 4, üzərindən aşağı otacaq 18. Bölünsün 2 vurulsun 12. Cavab 132.